Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində böyük təntənə ilə qeyd edilib. Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində yeni salınan parkda təşkil olunan şənlikdə bayram ovqatlı sərgilər, əl işlərindən ibarət nümunələr, aşıq havaları, meyxana ifaları, xalq oyunları, milli rəqslər və məktəblilərin ədəbi bədii kompozisiyaları, folklor nümunələri, qədim ənənələrimizi tərənnüm edən adətlər, milli mətbəx nümunələri, musiqilər, şeirlər, keçəllə kosanın məzəli əhvalatları, yumurta döyüşü, idmançıların çıxışları nümayiş olunub. Yazın gəlişini bildirən və xalqımızın milli mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, şən-şux mahnılar hamıda xoş ovqat oyadıb. Bayram şənliyində bildirilib ki, Novruz adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqün özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzə də gətirib çatdırıb. Ölkəmiz hər il Novruz bayramını yeni uğurlarla qarşılayır. Milli ənənələrin qorunub saxlanılması xalqın öz tarixinə hörmət əlamətidir. Novruz bizim keçmişimizi və gələcəyimizi birləşdirən bayramdır. Novruz həm də Ulu Öndər Heydər Əliyevin xatirəsi ilə bağlıdır. O, Novruz bayramının qorunub saxlanması üçün çox iş görmüşdür. Müstəqil Azərbaycan uğurla və inamla inkişaf edir. Qlobal layihələr həyata keçirilir. Bugün Azərbaycan Novruz bayramını daha qürurla qeyd edir. Çünki 30 ildən artıq bir müddət ərzində düşmən tapdaq altında olan Qarabağımız azaddır. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.